Hacı Ramil Vəhabilərin iddiasını alt-üst etdi. Təvəssül köklü problem deyil. Ən azından bu qəbul oldu. Çünki inkar eləmək də mümkün deyil təvəssül. Yəni ən azından qəbul oldu ki, İsa'nın sağlığında, məsələn, İsa Peyğəmbərin sağlığında bir nəfər ana kör uşağını alıb qucağına, gəlib İsa'nın qapısını döysə ki, İsa salam, aleykumussalam, ay ruhəllah, ey ruhullah. Bəli, mənim balamın gözü kördür. Bəli, eşitdim. Sən gözünü aç. Nə bu gələn şirk eləyib, nə İsa şirk eləyib. Ən azı bu qəbul oldu. Bu da nə təvəssül deyil. Təvəssül bunu da vəsilə etdin kimisə. Birbaşa Allaha demədin, gəldin İsa'ya dedin. Quran deyir ki, olar. Sən də deyirsən, tutaq, sən burada şərti deyir, amma müəyyən adamdan söhbət edirəm. Sən də deyirsən ki, olar. Yaxşı. Yaxşı, əgər sən deyirsənsə bu olar, bəs niyə bir nəfər övliyanın qapısına gedəndə, ona bir söz deyəndə, deyirsən ki, Allaha verilən adı övliyaya nisbət verdin. Şafi adı Allaha məxsusdur. Sən övliyaya nisbət verdin. Biz burada niyə nisbət verdin? Necə açdı kör gözü bəs? Kör gözü açdı, açmadı. Şəfa verdi, vermədi, verdi. Deməli, Allahın Şafi adını İsa Peyğəmbər nisbət vermiyorlar. Amma Allahda o səbəb müstəqildir. İsa'ya nisbət veriləndə iznilidir. Allah icazə verir. İkinci söz. İkinci söz. Yaxşı, sən ki deyirsən, yenə deyirəm, sən şərtin. Sən ki deyirsən ki, gedirsən övliyanın qapısına, Allah sənə yaxın yoxsa övliya? Hə? Allah yaxındır sənə yoxsa övliya? Quran demir, şah damarından sənə yaxınam. Deyir, hə, deyir. Yaxşı, həmən söz gətirəm İsa Peyğəmbər. O qadın ki, gəlib, ana gəlib İsa Peyğəmbərin qapısını döyür, o qadına Allah yaxın ediyorsa İsa. İndi İsa Peyğəmbər buna yaxın ediyorsa Allah. Diyecək Allah, bəs nə yaxşı onda orada icazə var. Gəldi, getdi İsa qapısına, İsa qapısını döydü. Nə oldu? Burada İsa yaxın oldu Allahdan qadına. Budur. Məsələ budur. Sən ki, deyirsən, övliyanın qapısına getmək olmaz, ayədə stat gətirirsən ki, gündə Fatihədə bu qədər deyirsən, İyyəkə nə'budu və İyyəkə nəstə'in, biz səndən yalnız istəyirik. Axı, yalnız burada Allahdan istəmədin, getdin İsa qapısına. Niyə getdin? Nə üçün getdin? Birbaşa Allaha deyər. Niyə isə uzaqlaşdırmadı? Niyə qadın gəldi? Niyə isə qadına demədi müşriksən? Niyə Allah İsa'ya demə, sən şirk edirsən, ay İsa nə iş görürsən? Allah dedi, yox, düz iş görürsən. Hə, birdən deyərsən, bu möcüzədir. Möcüzə belə eləyərdi də. Möcüzəni belə eləyərdi. Dua eləyərdi. Məsələn, bir nəvər gəlib ki, mənim xəstəm var. İsa dua eləyərdi. Allah açardı gözünü. Düzdür, Allah açardı. Dua eləyərdi. Onsuz da bunu görsəydi bir nəfər İsa belə eləyir, deyəcək, bu böyük şəxsiyyətdir, buna iman gətirək. Düz deyil. Bir kəlməsi ilə əlini qaldırır, deyir, açdı. Axı, ayədə deyir, ubriu, mən açıram kör gözü. Uhyi, mən dirildirəm. Amma Allahın izni. İndi əgər ərəb qrammatikasını bilənlər var, uhyi ərəb dilində ələ mütəkəllim, ələ vəhdə. Yəni, mən edirəm. Demir, yuhyi, o edir. Demir, mən dua edirəm, o dirildir. Deyir, elə mən dirildirəm. Əgər sən deyirsən möcüzə, misal üçün, möcüzə üçün bu kifayət eləyərdi ki, İsa'nın İsa Peyğəmbər olmasına iman gətirmək üçün bu kifayət eləyərdi ki, qapını döyəndə, aysa dua elə desində, İsa da bir dənə dua eləyən kimi o göz açılanda deyərdi, bax, Allah açdı. O da nə olardı? Elə iman gətirərdi İsa. O deyir, mən açıram gözü Allahın izni ilə. Mən dirildirəm ölünü Allahın izni ilə. Demir, Allah dirildir. Elə mən dirildirəm o izni ilə. Mən açıram kör gözü o izni ilə. Deməli, bunlar hamı Quran ayəsidir. Quran ayəsidir də. Hə, indi birdən süzdüyən mövzuya gəlib çatmaq olar ki, axı o Peyğəmbərdir, ona qeyri-adi işlərdə icazə verilir. Mənim qardaşım, baxın, qeyri-adi işlər görmək ruhun kamalından xəbər verir. İnsan ruhu ucalsa, yüksəlsə, məqam baxımdan bir yerə yetişsə, o da qeyri-adi işlər görə bilər. Heç Peyğəmbər olmasa belə, heç imam da olmasa belə. Övliya olar, bir iş görər, qeyri-adi iş görər. Ruhu ucalıb, yüksəlib. Ayə deyim buna da, ayə deyim buna da. Allah Teala Süleyman Peyğəmbərdən danışır. Süleyman deyir ki, o taxtı kim gətirə bilər mənim yanıma?
Bilqeysin yanında taxtı. Neçə kilometr o tərəfdə. Tez. Qeyri-adi bir işdir. Orada bir nəfər qayıtdı. Ənə atik. Mən gətirirəm. Bir göz qırpımı. Gətirdi də. Bu qeyri-adi işdir. Minəl cin, hələ hətta cinlərdən. Yox, o biri dedi, o dedi ki, mən eləyərəm. Asım Bərxiya dedi ki, mən lap eləyərəm, lap tez eləyərəm də. Tərfətə ayni. Tərfə. Yaxşı, bu qeyri-adi bir işdir. Bu fərqli bir işdir indi. İndi bunun adı möcüzə demirik. Möcüzə Peyğəmbərə məxsus. Amma qeyri-adi işdir. Adın kəramət deyirsən, qeyri-adi iş deyirsən, nə deyirsən deyilən. Amma bu böyük bir dənə qüdrətdən xəbər verir. Necə Allah qadirdir, bu da bir qadirdir onun izni ilə. Bir qədər etib, onun izni. Bu qeyri-adi bir iş gördü. Amma necə gördü, bu işi necə bacardı? Ayəyə diqqətlə baxın. Deyir ki, Kitabdan bir qədər. elmun minəl kitab və mən indahu elmun minəl kitab. Ərəb dilində bu min hərfi ki var, təxminən 5-ə yaxın mənası var. Bir mənası da bəzi mənasındadır, bəzi. Məsələn, ərəblər deyirlər, əxəstu minət dərahim, dirhəmlərdən bəzisini götürdüm, hamısını yox. Minəl kitab, yəni kitabın bir hissəsindən məlumatlı olan şəxsdir, mən bunu edərəm. Hələ bu kitab, o nə kitabdır, indi qeybdir. İndi ki, bir insan bura yetişir, o kitabdan ki, müəyyən qədər bilir, o mənəvi kitabdan müəyyən qədər bilir, bu boyda iş görə bilir. İndi gəldim, çatdım bir dənə yerə, başqa bir ayət. Allah Taala Rə'd surəsində də zahirən yadımda qalan, bəli, Rə'd surəsi 43-cü ayədə olmalı. Bir yaxşı dediyimdə Nəml surəsi 40-cı ayədədir. Deyir ki, yəqulullezine kəfəru ləstə mursənən, qul kəfə billahi şəhidən beyni və beynəkum. Və mən indahu elmul kitab. Deyirlər, ay Peyğəmbər, sən Peyğəmbərsən, narahat olma. Mən deyirəm ki, sən Peyğəmbərsən, bir də bir nəfər var, o da deyir Peyğəmbərsən. O bütün kitabı bilir, ha. İndi kimdir o? Hələ bundan işim yoxdur. Kimdir o? Hələ demirəm ki, kimdir. Bunu istəyirəm sənə deyim ki, o biraz kitabdan bilən o boyda iş gördü, qeyri-adi bir iş gördü, biraz bilirdi. Bu tam bilir. Bu gör nələr eləyər. İndi o kimdir? Həsqani Əhl-i Sünnə alimidir. Şəvahidud Tənzildə deyir ki, İbn Abbasa dedilər, mən huvə. Kimdir o? Qayıtdı Əli ibn Əbu Talib. Əlidir. Yaxşı. Yaxşı, bir dənə o Səhih Buharidən hədis deyim sizə. Səhih Buharidə hədisdir ki, bəşər bir dilə çatar ki, uhibbuhu, sevərəm onu. Mənim olar məhbubum. Həbibullah olar da. Elə ki, sevdim onu, nə baş verər? Elə ki, sevdim onu, kuntu səma'ahullezî yesma'u bih. Onun eşidən qulaq olaram. Kuntu bəsərahullezî yubsiru bih. Onun görən göz olaram. Kuntu yədahullezî yəbtişu biha. Onun vuran əli olaram. İn sə'aləni lə'utiyənnəh. Nə istəsə verərəm. Bu nə deməkdir? Görən göz olaram. Görən göz olsa Allah bir nəfər nə olar? Nələri görər? Eşidən qulaq olsa nələri eşidər? Mələkutun səsini eşidər? Vuran əli olsa nələr olar? Ona görə Peyğəmbərimizə dedi, və mə rəməytə izrəməytə vəlakinnəllahə rəmə. Onu ki, sən atdın, sən atmadın, mən atdım. Yədullah fövqə əydihim. Peyğəmbəri beyyət elədilər. Peyğəmbərin əli olan əllərin üzərində, Allah deyim, sanki mənim əlim olan əllərin üzərindədir. Yaxşı, bu Səhih Buharidə hədisdir ya. Səhih Buharidə hədisdir. Yaxşı, Allah bir nəfəri sevsin, insan bu məqama çatır. Bəli, çatır. Çatır bu məqama. Ora necə çatmaq olar? Quran bir yerdə buyurur ki, İn kuntum tuhibbunallah fəttabi onu yuhibbukumullah. Əgər Peyğəmbərin davamıcan gedə bir söz, Peyğəmbərin buyruqlarına əməl etsə, Allah sizi sevər. Allah bir nəfəri sevsə, bu məqama yetişə bilər. Yetişə bilər. İndi bir dənə də Səhih Buharidən sözləri istəyirəm. Bu tamamlasın mövzunu. Deyir ki, Peyğəmbər deyir, sabah bayrağı o kəsin əlinə verəcəm ki, yuhibbullah və rasuləh. O Allahı da sevir, Peyğəmbəri sevir. Yuhibbuhullah və rasuluh. Onu həm Allah sevir, həm Peyğəmbər sevir. Sabah verdi Əli. Bu Səhih Buharidə. Yaxşı, Allah sevirsə bunu, bu Allah sevirsə, bu məqama yetişibsə, o 2 dənə Səhih Buharidə hədisi yan-bayan qoysa nə baş verir? Kuntu səma'ah, eşidən qulaq olaram. Kuntu bəsərəh, görən göz olaram. Kuntu yədə, əli olaram. İn sə'aləni lə'utiyənnəh, nə istəsə verərəm. Qardaş,
Lazımdır elə ad sənə başlasınlar. Əli izin verdim, Həsən izin verdim. Gələn məsələn qiyamətə qədər Cavid izin verdim, Əl-Ösət izin verdim. Təzəvvür Quranda bir dənə bölüm açılıb. Surənin adı Əl-Əsma surəsi, adlar surəsi, adlar yazılıb bir. Bu lazımdır. Allah ümumi qayda verir. Deyir bəşər qeyri-adi iş görür.